Bir bölge valisi olan hanım yanında köməkçisi və polis məmuru birlikdə durub maşının yanında söhbət edirdilər. Bu zaman gənc bir oğlan qaçaraq onlara yaxınlaşaraq həmin xanıma bir şillə ilişdirib qaçdı. Bunu görən xanımın köməkçisi tez o gəncin arxasınca qaçmağa başladı. Polis məmuru isə durub baxırdı. Qadın polis məmuruna dedi ki, sən nəyə durub baxırsan? Tez arxadan onu yaxalamağa çalış yine. Polis məmuru dedi, düz deyirsən. Əlindəki su butulkasını qadına verib, o da onların arxasınca qaçmağa başladı. Elə bu ərəfədə gənc bir oğlan xanıma yaxınlaşaraq dedi ki, xanım əfəndi, biraz bundan əvvəl sizə şillə vuran gənc oğlan mənim dostumdur. Deyir, hə, üzün ağ olsun. Nəyə görə məni vurdu? Deyir, mənim başqa çıxış yolum yox idi, ona görə məni üzürlü hesab edin. Sizin köməkçinizlə polis məmuru əlbir olub sizi zəhərləmək istəyirlər. Ona görə ki, siz müdür olandan sonra onlar artıq rüşvət ala bilmirlər. Buna görə də səni öldürmək istəyirlər. Xanım deyir ki, yox, belə şey ola bilməz. Onlar mənim sadiq köməkçilərimdir. Onlar həmişə mənimlə birlikdə gəzirlər. Deyir, hə, bilirdim ki, sən mənə inanmayacaqsan, ona görə onların hərəkətlərini telefonda videoya çəkmişəm. Və cibindən çıxarıb telefonu, videonu qadına göstərir. Deyir, videoda göstərilir ki, qadının köməkçisi polis məmuruna deyir ki, bu xanım müdür keçəndən sonra bizim güzəranımız püs günə qalıb. Nə özü rüşvət alır, nə də bizə imkan vermir ki, rüşvət alaq. Polis məmuru deyir ki, hə, düz deyirsən. Qadının köməkçisi deyir ki, hə, artıq ondan qurtulmağın yolunu tapmışam və cibindəki zəhərli işbirisi çıxardır və ondan su butulkasının içərisinə zəhər vurur. Deyir, artıq bu zəhər elə bir zəhərdir ki, onun həyatına son qoyacaq. Ondan bir dəfəlik canımız qurtaracaq, biz də firavan şəkildə yaşayacağıq. Bunu görən qadın artıq ona inanır və oğlan bu sözləri dedikdən sonra çıxıb gedir. Bundan sonra həmin qadının köməkçisi ilə polis məmuru gəlib qadının yanına çatırlar. Deyirlər ki, bağışla, biz onu tuta bilmədik, o qaçıb getdi. Və qadın əlindəki su butulkasını polis məmuruna verir, deyir, al bu sudan iç ginən. Deyir, yox xanım, bu ola bilməz, o su sənin suyundur, mən ondan içə bilmərəm. Deyir, əlbəttə, sən bu sudan içə bilməzsən, çünki bu suya siz zəhər qatmışsınız, məni öldürmək üçün. Ona görə sizin hər ikinizi polisə şikayət edib tutturacağım. Onları deyib, oradan uzaqlaşıb gedir. Diqqətinizə görə çox sağ olun.